Məhəbbət pasiv effekt deyil. Fəaliyyət, aktivlik, hansısa bir hala düşmək demək deyil. Həmin halda mövcud olmaq deməkdir. Məhəbbətin aktiv xarakterinin daha ümumi tərifini belə vermək olar. Sevmək ilk növbədə əldə etmək yox, bəxş etmək, vermək deməkdir. Vermək nə deməkdir? Bu sual ilk baxışda sadə görünsə də, əslində onun arxasında çox sayda anlaşılmazlıq və dolaşıqlar gizlənir. Vermək sözü bəzən yanlış olaraq nəyisə qaytarmaq, geri vermək, nədənsə məhrum edilmək və nəyisə qurban vermək kimi anlaşılır. Bazar düşüncəl insan həvəslə verir. Lakin hökmən mübadilə məqsədi güdür və əvəzinə nəsə əldə etmək istəyir. Çünki əvəzini görmədən bir şeyi vermək onun üçün aldanmağa bərabərdir. Əmələsiz istiqamətli insanlar isə verərək özlərini yoxsullaşmış kimi hiss edirlər. Ona görə belə insanlar əksər hallarda bəxş etməkdən imtina edirlər. Məhsuldar fəaliyyət istiqamətli adamlar üçün vermək sözü tamamilə fərqli bir anlam daşıyır. Onlar üçün vermək qüdrət və əzəmətin ən yüksək göstəricisi sayılır. Verdikdə mən özümü qüdrətli, hakim və dövlətli hiss edirəm və bu yüksək qüdrət, əzəmət, həyat eşqi qəlbimi sevinc və fəxarət hissi ilə doldurur. İçimə dolan həyat və iqtidar eşqi olduqca ürəkaçan və sevindirici bir duyğudur. Bəxş etmək əldə etməkdən daha çox ürəkaçandır. Bu heç də nədənsə məhrum olmaq demək deyil. Əksinə mən bu zaman yaşadığımı, var olduğumu hiss edirəm.